Assalamu alaykum Farabi Tor dershanasının hörmətli görürmənləri, vaxtınız xeyirli olsun. Bugün hazırlık zaman Uyğur dili dərsimizin 34-cü dərsini ötürmüz. Ötən saatlik dərsimizdə sifət söz türkümünü başlamışdıq və sifətin mənası, sifətin türləri və sifətin dərəcə kateqoriyası, sifətin qrammatik alaylıqını görüb çıxandıq. Bugünkü dərsimiz bolsa sifətin təkrarlanmış şəkli, sifətin isimləşi, sifətin almaşlışı və sifətin biqinlərindən ibarət məzmunlarını görüb çıxımız. Dersimizi başlaştırmadan ötken saatlik dersimizin ahır sorab ötken tövəndiki iki sualımızga cevap verip ötümüz. Birinci, sifət degenime, sifət degenimiz şeylerinin xüsusiyyəti, xarakteri qatarlıq belgilerini bildirdiğin sözler sifət deyildi. İkinci, sifətinin dərəcə kategoriyası qançı türgü bölündü? Bunun cevabı sifətinin dərəcə kategoriyası əsl dərəcə, kemeydim dərəcə, aşırım dərəcə və erkilətin dərəcədən ibarət 4 türgü bölündü. Bu suallarına cevabını tefsili bilmek olsanlar ötken saatlik dersimizin görüp çıkışınlarını tavsiye kılımən. Əmdi bugünkü dersimiz gəlsək, ən avval görüp çıxdığımız sifətinin təkrarlanmış şəkli. Ötken saatlik dersimizdə sifətinin qrammatiklik alaylıqdan sifətlər təkrarlanalaydı deyə görüp çıxandıq. Ondaqda sifətinin təkrarlanmış şəkli qandaq buludu. Uyğur dilidəki xeyli köp sanlıq dərəcəlik sifətlər təkrarlanmış şəkildə gələrəydi. Məsələn, kiçik, uzun, igiz, eniq degəndək dərəcəlik sifətlər təkrarlanmış şəkildə gələrəydi. Sifətlərin təkrarlanmış şəkli ümumən şu sifət ifadələyən bəlginin bir tipdəki köp sallıq şeyinin hər biriga xaslıq təkidlənganligini bildirdi. Bəzida şu sifət ifadələyən bəlgiyə ega bolğan hərəkətinin köp qıtım təkrarlanışını bildirdi. Məsələn, Qayyum Turdining əsərlərindən tövəndiki misalını görüb çıxsaq, əzalar planını əməlgə aşırışının yeni çare tədbirlərini oylanıvatıdı. Yəni, bu yerdəki yeni şəkildə təkrarlanğan sifət bu yerdəki hərəkətinin köp qıtım təkrarlanışını bildirdi. Yolunun iki qasnıqıda sala itidilar közgə taşlanıb durardı. Bu cümlə oxşaşla Qayyum Turdi əsərlərindən elinğan bir örnək və bu yerdəki sala itidilar, yəni itizlarının köplükünü bildirgən. Aşqazınız aciz, yengil tamaqlarını yesanız buludu. Bu yerdən oxşaşla yengildən ibarət sifətinin təkrarlanmış şəkli gəlgən. Sürət yaxşı tartılıbdı, həmin adam eniq, bu yerdən oxşaşla eniqdən ibarət sifət təkrarlanmış şəkildə gəlgən. O ittik qədəm taşlab özünü kütüb durğanlar tərəf getdi. Bu yerdə oxşaşla ittikdən ibarət sifət təkrarlanmış şəkildə gəlgən və şu sifət ifadələyən bəlgə ega bolğan hərəkət, yəni qədəm taşlaşdan ibarət hərəkətinin köp qıtım təkrarlanışını bildirgən. Əmdi görüb çıxdığan məzmun sifətinin isimləşi. Ondaqda sifət qandaq isimləşir degan vaqtda, sifət şu cümlədə gələn vaqtda isim rolda keldi. Bunu təfsili görüb çıxsaq, Uyğur dilində bir qism sifətlər bevasitə isim söz türkümünə köçüb öz ifadələyən bəlginin namını yoki şu bəlgə ega bolğan məlum bir şeyni ifadələb keladi. Bundaq əhvalda ular bütünlüy isimə oxşaş türlənib cümlədə isim rolunu oynaydı. Məsələn, soğuq düşkücə işlərini tügütüb alaylı. Bu yerdəki soğuq degan sifət isimləşqandan keyin bu cümlədə isim rolda gəlgən. Yəni bu yerdəki mənası qış mövsümü gəlgəcə, yəni qış mövsümündən ibarət bir isimnin rolda gəlgən. Ayal, yaş qeyranmisi qatnaşdı. Bu yerdə oxşaşla ayal, yaş qeyrindən ibarət sifətlər isimləşqandan keyin bu yerdəki insanlardan ibarət bir isimnin rolda gəlgən. Hər iki tərəfinin baturları meydana düşdü. Bu yerdəki baturdan ibarət sifət isimləşqandan keyin bu yerdəki isim bolğan, yəni iki tərəfinin çelişkiləri yoki başqa bir hərəkət bilan şug'ullanğuchidan ibarət isim rolda gəlgən. Bəzi sifətlər isimnin köplük qoşumçusu bilan kelib, haman köplük şəkildəki isim sifatida qo'llanıldı. Məsələn, qızıllar, aqlar, konular, qadimkilar degəndək və müşərdə qızıl, aq, kona, qadimkidən ibarət müşxil sifətlər isimləşkəndən keyin isimnin köplük qoşumçusu bilan kelib, yəni isimnin köplük qoşumçusu bilan türlənib kelib, köplük şəkildəki isim sifatida qo'llanılgan. Əmdi görüb çıxdığan məzmun sifətinin almaşlışı, yəni sifətinin almaşdan ibarət söz türkümünün rolda gelişi. Dərəcəlik sifətlərinin köpçülüyü isimnin təvəllük qoşumçusu bilan birikib almaşlaşdı və isimlər oxşaş türlənib cümlədə isim rolunu oynaydı. Bundaq sifətlər ümumən məlum bir ümumiyyətini təşkil qılğan şeyinin şu sifət ifadələyən bəlgəyə ega bolğan birini yoki bir qismini bildirdi. Ularning konkret məzmunu qandaq şeyinin birini yoki bir qismini ko'rsatayotganligi kontekstdan ma'lum bo'ldi yoki egilik kelish shaklida aniqlovchi bo'lib kelgan ism orqali ma'lum bo'ldi. Masalan,
Ular partilarını sınıfqa elip girip, yenilerini aldığa konlarının keynitizi, yani bu yerdeki yeni ve kon ibaret muş sifatlar almaşlaşkan, yani almaşkan ve yani bu yerdeki partinin ibaret şu isimden rolda almaşlaşıp kelgen. Muşu en çoğu dedi mal satqıcı bir pay ayağını elip, yani bu yerdeki çoğundan ibaret muş sifat almaşlaşkandan keyin ayağının en çoğu, yani ayağından ibaret isimden ornuğa almışıp kelgen. O нәрсе тәқсім қылса, әр вақыт начарны өзгә елеп, яхшысыны башқаларга береді. Bu yerdeki начар ve yaxshi ibaret muş sifatlar almashishib, ya'ni shu narsadan ibaret shu ismning o'rnida almashib kelgan. Av chapanning eng cho'ngini elib beqing. Bu yerda o'xshashla cho'ngdan ibaret sifat almashishib, chapandan ibaret, ya'ni chapanning cho'ngini shu ismning rolida almashib kelgan. Bugün körüp çıkıdığan məzmunlarının yeni birisi sifatning cümledeki roli. Ondaqda sifatlar cümlede qaysı vazifede keldi, tüvəndi körüp çıksaq, sifatlarning xabar şeklinde xabar bolup kelişini, isimleşip yoki isim xarakterini elib, isim rolda kelişini nazarga almağa vaqtda, umuman isimlarga qo'shilma şekilde beqinib, aniqlovchi bolup keldi. Yani sifatlar cümlede asosliqi aniqlovchi vazifasi keldi. Bu sifatlarning eng xarakterlik ve eng umum bo'lgan grammatiklik xususiyati. Bir qism darajalik sifatlar bo'lsa, fe'llarga beqinib holat bo'lib kelishi mumkin. Ya'ni bu intayin az ko'riladigan ahvol. Masalan, yaxshi ish, ya'ni ishning qanday ish ekanligini aniqlab kelgan. Egiz imorat, ya'ni imoratning qanday ish ekanligini aniqlab kelgan. Qip-qizil gullar, cho'ngroq uy, diniy masala, ishki masala, yo'q ish, kerak narsa, zarur tadbir o'xshashlar bu jumlaning hammasida bu sifatlar oxiridagi ismni aniqlab kelgan. Va ikkinchi misolni ko'rib chiqsak, yaxshi ishlamak, bu yerdagi yaxshi degan sifat bu oxiridagi fe'lga beqinib kelib, holat vazifasiga kelgan. Chiroyli yozmoq, qiniq damlamakdan o'xshashlar, yozmoq va damlamakdan iborat fe'llarga beqinib, chiroyli va qiniq degan sifatlar holat vazifasiga kelgan. Bugün körüp çıkıdığan en ahırkı məzmun sifatning beqindilari, yani sifatlar cümlede qaysi söz türkümlerini özü beqindirip keldi, muşlarni körüp çıkımız. Birinci, derecelik sifatlarning hammasi tugudek derece ravishlerini ve dereceni bildiraleydigan ayrım sifatlarni holat sifatida o'ziga beqindirib kelishi mumkin. Masalan, en küçlük bu yerdeki küçlük degan sifat bu yerdeki en degan derece ravishni o'ziga beqindirib kelgan. Nihoyat qiziq, intayin ta'sirlik degan mush misollarga o'xshashlar. Qiziq degan va ta'sirlik degan sifat beshidagi derece ravishlerini o'ziga beqindirib kelgan. Ko'p aniq, biroz tuvan, sus yeşil, toq qizil degan bu misollarda bo'lsa, darajani bildiradigan ayrim sifatlar, ya'ni bir oz, sus, toq degan shu darajani bildiradigan sifatlarni o'ziga beqindirib kelgan. İkinci derecelik sifatlarning hammasi degudek o'z ifodalagan belgining boshqa shaylarning shu xil belgisiga nisbat qilingan darajasini bildiradigan selishtirim daraja holatlarini beqindirib kelishi mumkin. Bundaq holatlar chiqish kelish, o'xshatma kelish va tanglashtirma kelish shaklidagi yoki qaraganda qatorliq tirkalmalar bilan birikkan ism yoki ism roldagi so'zlar orqali ifodalanadi. Masalan, o Tursundan cho'ng, bu yerdagi cho'ng degan sifat Tursundan, ya'ni chiqish kelishda kelgan ism orqali ifodalangan. Ularning yatqi bizning yataqdan issiq, bu yerdagi issiq degan sifat o'xshashlar yataqdan degan chiqish kelishda kelgan ism orqali ifodalangan. Taşdek qattiq yer ishkan bu yerdagi qattiq degan sifat taşdek, ya'ni o'xshatma kelish shaklida kelgan ism orqali ifodalangan. U Tursunga qaraganda sal pakar, bu jumladagi pakar degan sifat qaraganda degan tirkalma bilan birikib kelgan ism Tursunga orqali ifodalangan. Üçüncü, ayrım sifatlar ko'p hollarda yo'linish kelish, chiqish kelish, o'rin kelishdagi ism yoki ism roldagi so'zlarning holat bo'lib kelishini talab qiladi. Masalan, ularning uyi shaharga yaqin, bu jumladagi yaqin degan sifat bu jumlada xabar vazifasiga kelgan va shaharga iborat yo'linish kelishda kelgan ismning holat bo'lib kelishini talab qilgan. O kinoga amroq, bu jumlaning xabarimi o'xshashlar amroq degan sifat va kinoga, ya'ni yo'linish kelishda kelgan ismning holat bo'lib kelishini talab qilgan. O bizga kerak kitob, kerak degan sifat bu jumladagi ism rolda kelgan bizga degan almashning, ya'ni yo'linish kelishda kelgan almashning holat bo'lib kelishini talab qilgan. Ularning zavodi shahardan yiroq bir yerda, bu jumladagi yiroq degan sifat shahardan iborat, ya'ni chiqish kelishda kelgan ismning holat bo'lib kelishini talab qilgan.
O koluda bar materiallarının hemmisini berdi. Bu cümledeki bar degen sübet koluda yani orun kelişti kelgen isimden halat bolup kelişini talep kılgan. Bu saatlik dersimizden ahirki geldik. Dersimizin ahirda bu dersimizin münasebetli bolan tövenlik sualını sorap ötümüz. Sifatlan cümlelik rol nime? Bu sualın cevabını YouTube videomuzun astideki inkas kısmına yoki Instagram hesabımızın DM kısmından uçur yetip evet sanlap oldum. Undaqda keyingi saatlik dersimiz görüşeylik. Görüşkiş eman bolana. Hayır hoş.